Bugün evime qaynanam və eltim qonaq gəlirdi. Elə bil içimdə bir sevinç coşdu. Tez qaçdım mətbəxə. Aş, buğlama, dovğa bişirdim. Qonaq gələndə evdə bir başqa enerji olur. Ev canlanır sanki. Divarlar belə gülümsəyir. Bəzən eşidirəm kimlərsə deyir ki, mən qaynanaya, eltiyə heç vaxt baxa bilmərəm. Mən isə bunu anlaya bilmirəm. Mənim inandığım bir şey var. Hörmət göstərsən, hörmət də alırsan. Sevgi, mərhəmət, mehribanlıq, bunlar qarşılıqlı şeylərdir. Mənim üçün qonaq sadəcə gələn insan deyil. O evə bərəkət gətirir. Nənəm deyərdi, qapını qonağa aç, ruzin də sənə açılsın. Mən də buna bütün qəlbimlə inanıram. Evinə gələn qonağı nə qədər xoş qarşılasan da, o qədər də ruzin artar, evin işıqlanar. Qonaqla süfrəyə əyləşəndə, bir dilim çörəyi paylaşanda, sanki Tanrı o süfrəyə xeyir yağdırır. Bu mənim həyat fəlsəfəmdir. Evə gələn hər kəsə sevgi ilə, səmimiyyətlə qapımı açıram. Çünki mən bilirəm, sevgi ilə bişən yemək, xoş niyyətlə açılan qapı, içində dua keçən bir ürək heç vaxt bərəkətsiz qalmaz.